Salam, mən pedaqoq, təlimçi və magistrant tələbə Kərimova Türkan. Bu gün sizə aktiv dinləmə zamanı nələrə diqqət yetirməli olduğunuzu nəzərinizə çatdıracağam. Ümumiyyətlə aktiv dinləmə nədir? Aktiv dinləmə kimisə dinləmək, eşitmək, başa düşmək və şüurlu şəkildə danışdıqları ilə bağlı səy göstərməkdir. Aktiv dinləmə dərin bir diqqət tələb edir. Əgər kimsə danışarkən siz başqa bir işlə məşğulsunuz, yaxud telefonunuza baxırsınızsa, fikriniz başqa yerdədirsə, deməli siz aktiv dinləmirsiniz. Aktiv dinləmə nəyə görə lazımdır? Gündəlik həyatda daha effektiv ünsiyyət qurmağa, daha yaxşı əməkdaşlıqlar etmək, daha yaxşı iş əlaqələri qurmağa sizə kömək edə bilər. Və deyə bilərsiniz ki, bəs bunu necə bacaraq, necə aktiv dinləmənin iştirakçısı olaq, aktiv dinləyici olaq? Bu zaman 3 əsas göstəriciyə daha çox diqqət yetirmək lazımdır. Birinci növbədə diqqət edin, natiqin danışığını diqqətlə dinləyin. Hər hansı bir işlə məşğulsunuzsa və yaxud da telefonunuza baxırsınızsa, bu işlə məşğul olmağı dayandırın və natiqin danışdığı bir neçə fikirlə bağlı qeydlər edin. İkincisi, dinlədiyinizi göstərin. Yəni, natiqlə göz kontaktı qurmaq bu çox əsasdır. Başınızı tərpədin və yeri gəldikdə hə, bəli ifadələri ilə şərhlər bildirin. Üçüncü, rəy bildirin. Yəni, natiqin fikirlərinə bağlı yeri gəldikdə öz dərin münasibətinizi və fikrinizi bildirə bilərsiniz. Bu qədər. Sağ olun.